Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Günlarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bu gün sizə sertifikasiyaya aid olan bir sınağı, 10 sualdan ibarət sınağı izah etmək istəyirəm. Xatırladım ki, sınağımız çərçivə sənədinə uyğun hazırlanıb. Hətta içində bəzi suallar var ki, 2024-2025-ci ildə sertifikasiya müəllimlərinin qarşısına çıxmış suallardır. Belə suallardan yararlanmaq istəyirsinizsə, mütləq Günlarə Mürsalova kanalına abunə olun və əlavə olaraq ixtisasınız hansı yöndədirsə, həmin ixtisas fənlərindən də FES Akademinin kanallarına abunə ola bilərsiniz. Riyaziyyat, Azərbaycan dili, biologiya, kimya, fiziki tərbiyə və s. bütün mövzularda sertifikasiya müəllimlərinə dəstək olmaq üçün FES Akademi hər həftə demək olar ki, müəllimlər üçün ödənişsiz dərslər və sınaqlar paylaşır. Gəlin vaxt itirmədən davam edək. Görək bu sınağımızda biz hansı məlumatları öyrənəcəyik və hansı sualların bizə düşmə ehtimalının çox olduğunu görəcəyik. Birinci sualımız belədir. Sinifin effektiv idarə edilməsi ilə bağlı strategiyalarda aid deyil. Deməli, biz bir sualda, bir variantımızda sinifin effektiv idarə olunmasını görməyəcəyik. Qələmimizi götürək, başlayaq. Şagirdlər üçün şagird müəllim əməkdaşlığına əsaslanan öyrənmə mühiti qurulur. Bəli, A variantı niyə doğrudur? Əgər sinifdə nizam-intizam pozuntusu az olarsa, o zaman sinifdə əməkdaşlıq da olar, həmin sinifdə təlimə daha çox, öyrənməyə daha çox yer ayırmaq olar. Sinifdə nizam-intizam pozuntusu olanda sinifin idarə edilməsi müəllim üçün çətinləşir və o sinifdəki nizam-intizam pozulur, orada öyrənmə mühiti də pozulmuş olur. B variantına baxaq. Şagirddə özünü qiymətləndirmə və özünə nəzarət qabiliyyəti aşılanır. Bəli, ümumiyyətlə sinifin effektiv idarə edilməsində müəllim tək olmamalıdır. Məsələn, müəllim istər qaydalar, məsələn, Y variantında da var, gözləntilər, prosedurlar hazırlamaqda şagirdin özü də müəllimin yanında olmalıdır. Bir yerdə hazırlanmalıdır və bir yerdə, məsələn, bu qaydalara əməl olunmasını istəyirik, bir növ şagirdin də üzərinə məsuliyyət yükləmiş olursunuz. Şagird özünə nəzarət etməyi bacarır. Məsələn, sizin ona qoyduğunuz qaydalar, prosedurlar onun özünü tənzimlənməsinə də kömək etmiş olur. Şagirdlərin xüsusilə də davranışında problem olan şagirdlərin təlimə marağını artırmaq üçün çox çeşidli strategiyalardan istifadə olunur. Bəli, əgər burada amma bizə deyilsəydi ki, sinifin idarə edilməsində ancaq qoyulan strategiyalar davranış problemi olan şagirdlərə aiddir, o zaman bu C variantını biz səhv götürərdik. Amma burada həm şagirdləri, həm də davranışında problem olan şagirdləri nəzərə alırsa, heç bir problem yoxdur. Bəli, müəllim strategiyalar var. Biz buna xüsusi müəllim strategiyaları da deyirik. Onlardan istifadə etməklə sinifi nizamlayır. Sinifi nizamladığı zaman bayaq da qeyd etdim, şagirdin təlimə marağı artmış olur. D variantına baxaq. Müəllim mövzunun daha yaxşı mənimsənilməsi üçün mürəkkəb anlayışların izahında müxtəlif vizual və didaktik materiallardan istifadə edir. Bizim yanlış variantımız D variantıdır. Çünki biz sinifin effektiv idarə olunmasından danışdıq. Biz müəllimin fasilitatorluğundan və yaxud da müəllimə aid olan düzgün və yaxud da yanlış məlumatları araşdırmadıq. D variantında müəllimin dərs keçmə üsulundan danışır. Biz isə idarə olunma üsulundan danışdıq. Əgər bir müəllim təbii ki, şagirdə vizual materiallar təqdim etməlidir, müxtəlif anlayışları, çətin materialları uşaqlara izah etmək üçün bu özünə görə doğru variantdır. Sadəcə sinifin idarə edilməsi ilə bir bağlantısı yoxdur. Davam edirəm. İkinci sual iş üsullarına aiddir. Bir sual mütləq iş üsullarından sizə düşəcək. Əgər hələ də iş üsullarını öyrənməmisinizsə, bizim kanalımızda onların hissə-hissə izahı var. Mənim YouTube kanalımda və həmin iş üsullarının izahına baxmaqla siz iş üsullarına aid olan bir sualı düzgün yazmış olarsınız. Euler-Venn diaqramının əsasən sual işarəsinin yerinə nə yazılmalıdır? Yəni, mən kiməm və BİBÖ-nün ortaq cəhətini bizdən istəyir. Gəlin birinci mən kiməm və BİBÖ üsulunu biz yadımıza salaq. Mən kiməm üsulu elə bir iş üsuludur ki, burada bir növ bədən kinestetik intellekti
yüksək olan uşaqlar üçün əlverişlidir, rollu oyunu xatırladır. Uşaqlar hər hansı bir alimin, ixtiraçının, müəllifin, şairin və s. kim olduğunu öyrənmiş olur. Məsələn, müəllim bir şagirdi çıxarır lövhə qarşısına. O şagird görmədən onun alnında və yaxud da əlində bir plakat olur. Bir sinif yoldaşlarına yaxınlaşır ki, mən kiməm? Məsələn, sinif yoldaşı deyir ki, sən 1944-1990-cı illərdə yaşamış bir şəxssən. Biri deyir ki, sən Azərbaycanda filan rayonda anadan olmusan. Belə-belə həmin şagird axırda bilir ki, onun əlindəki plakatda kimin adı yazılıb. Çox maraqlı bir üsuldur. Bəs BİBÖ isə müəllim üçün diaqnostik formativ qiymətləndirmə aparmaq üçün əlverişli bir iş üsuludur. Diaqnostik qiymətləndirmə aparırıq, şagirdin hər hansı bir bölmə haqqında, mövzu haqqında əvvəlcə bildiklərini yoxlaya bilirik. Elə bir üsuldur ki, dərsin əvvəlində, ortasında, axırında aparıla bilər. BİBÖ üsulunda müəllim şagirdin həm nə bildiyini, həm nə öyrənmək istədiyini, həm də nə öyrəndiyini müəyyən edə bilir. Refleksiya üsuludur, yadda saxlayın. İndi bəs bunların ortaq cəhəti nədir? Baxın, mən kiməmdə bir sual işarəsi qoymuşuq. BİBÖ-də də nə dedik? Mən bilirəm, öyrənmək istəyirəm. Artıq burada sual verirsən. Nəyi öyrənmək istəyirəm? Hər ikisinin ortaq cəhəti sual tərtib etmədir. Sual tərtib etmə və sual vermə bacarığıdır. B variantı bizim doğru variantımızdır. Ümumiyyətlə, Euler-Venn diaqramında sizə iş üsulları verilə bilər. O iş üsullarının əgər ortasında sual işarəsi qoydusa, hər ikisinə aid olan ortaq cəhəti tapmış olacaqsınız. 3-ə baxaq, taksonomiya. Maksimum 2, minimum 1 sual taksonomiyadan sizə düşəcək. İndiyə qədər hər dəfə imtahanda 2 sual düşüb. İstər MİQ, istər də sertifikasiya müəllimləri üçün. Taksonomiya biraz qarışıq mövzudur və ona görə deyirəm ki, əgər siz taksonomiyada dəqiq məlumatları almaq istəyirsinizsə, bizim bu yaxınlarda sırf sertifikasiya müəllimlərimiz üçün ödənişsiz taksonomiya dərsi olmuşdu və həmin taksonomiya dərsində də biz qəbula düşən sualları işləmişdik. Qəbula düşən, indiyə qədər sertifikasiyaya düşən suallara baxmışdıq. Mütləq həmin dərsə kanalda baxın ki, sizə aydın olsun bu dərs. 2 şagird eyni mövzuda esse yazıb. Biri hisslərini, digəri isə faktları yazaraq əsaslandırıb. Hansı üslubun daha təsirli olduğunu müəyyən et və fikrini əsaslandır. Burada söhbət 2 şagirddən gedir və mən 2 şagird arasında seçim edəcəm. 2 şagird arasında seçim edib birini götürəcəmsə, mütləq bu təhlil etmək mərhələsi olacaq. Təhlil etmək mərhələsi taksonomiyanın yuxarı təfəkkür səviyyəsinə aid olan bir mərhələdir. Təhlil etməkdə biz məlumatı analiz edə bilərik, parçalaya bilərik, qarşılaşdıra bilərik və ən uygunu, ən səmərəli, ən həlledici olanı götürə bilərik. Ona görə burada cavabımız olur təhlil mərhələsi. Çünki biz birinin yazdığını götürməliyik. Bunun üçün də onların hər ikisinin yazdığını nə etməliyik? Təhlil etməliyik. 4-ə baxırıq. Bəli, 4 keçən il sertifikasiya imtahanına düşən suallardan biridir. Müəllim hekayənin baş qəhrəmanı haqqında şagirdlərə yazı tapşırığı verir. Deməli, baş qəhrəman haqqında yazı tapşırığı verir. Şagirdlər yazılarında obrazın xarici görünüşü, fəaliyyəti, hadisələrdəki rolunu ətraflı təsvir edir. Baxın, görünüşü, fəaliyyəti, hadisələri təsvir etdilər. Onların daxili hisslərini, psixoloji vəziyyətini, emosional qərarlarını açıqlamaqda çətinlik çəkirlər. Deməli, obraz haqqında şagird yaza bilir, amma onun hissləri haqqında yaza bilmir. Müəllim bu problemi aradan qaldırmaq üçün nə etməlidir? Baxın, diqqətli olun. Bu suallarda adətən bir neçə variant bir-birinə oxşuyur. Amma biz ən düzgün olanını götürməliyik. Görünür, şagirdlərin məntiqi təfəkkürü zəif inkişaf edib. Burada baxın, saxlayıram. Şagird əgər hisslər haqqında, emosiyalar haqqında danışa bilmirsə, onun məntiqi yox, tənqidi təfəkkürü zəif inkişaf edib. Çünki bu şagirddə məntiq var, xarici görünüşün deyir, fəaliyyətin deyir, hadisələr də deyir. O kiminsə hissləri haqqında sadəcə danışa bilmir. Davam edirəm. B variantı bura düşüb baxaq.
Müəllim şagirdlərə yaradıcı yazı bacarıqlarının təkmilləşdirilməsi üçün fərdi tapşırıqlar verməlidir. Burada problem şagirdin yazı yazmaq bacarığı deyil. Burada problem şagirdin hisslərdən emosiyaları açıqlamasındadır. Ona görə B variantında səhvdir. C variantına baxaq. Müəllim şagirdlərdən obrazların xüsusiyyətlərini və məlumatlarını daha geniş ətraflı yazmaları üçün əvvəlcə açar sözlərdən nümunə verməlidir. Baxın, axı şagird obrazın xüsusiyyətlərini, məlumatlarını yazır. Ona görə bizim C variantımız da yanlışdır. Bizə əsas lazım olan uşağın harda problemi var? Daxili hissləri açıqlamaqda, psixoloji vəziyyəti açıqlamaqda, qərarların emosional səbəblərini açmaqda çətinlik çəkdiyidir. Bizim variantımız da elə olmalıdır ki, biz bunu aradan qaldırmalıyıq. D variantına baxaq. Müəllim şagirdlərə hissləri ifadə edən söz siyahısı təqdim edir və yazıda həmin sözlərdən istifadə edərək fikirlərini tamamlamalarını tapşırır. Baxın, bir çox müəllimin qəbulda səhv götürdüyü variantlardan biri D variantı idi. Düşünmüşlər ki, müəllim burada fasilitatorluq edir, hissləri ifadə edən söz siyahısı təqdim edir. Bu əslində fasilitatorluq ola bilər. Amma gəlin belə edək də, həmin sözlərdən istifadə edib əgər şagird fikrini tamamlayacaqsa, bəs axı şagirddə emosional intellekt, empatiya hissi, tənqidi təfəkkür formalaşmış olmayacaq. Yəni müəllim elə bir şey etməlidir ki, artıq burada şagird kiminsə hisslərini başa düşsün, kiminsə verdiyi qərarı təhlil etmək mərhələsi şagirddə formalaşmış olsun. Baxaq indi Y variantına. Müəllim tənqidi təfəkkürü formalaşdırmalıdır, doğrudur, yuxarıda da qeyd etmişdim. Şagirdlərlə birlikdə obrazın müəyyən situasiyalarda nə hiss edə biləcəyini müzakirə etməlidir. Bəli, ümumiyyətlə şagirdə müzakirə üsuludur, daha sonra baxın, debatdır, sonra Sokrat dialoqudur, əlavə olaraq akvariumdur, sinektikadır. Biz bu üsullarla çalışa bilərik ki, şagirdə tənqidi təfəkkürü formalaşdıraq. Müəyyən situasiyalarda verilən qərarları dəyərləndirmək, empatiya hissinin qurulması, bu üsullardan istifadə etməklə reallaşdıra bilərik. Yəni, sən belə deyim də, müəllim belə suallar verə bilər şagirdə. Obrazın yerinə olsaydın, sən nə edərdin? Necə düşünürsən? Obraz hansı qərarı onun üçün mənfi nəticələndi? Belə şagirddə kiminsə hisslərini təhlil etmək bacarığı formalaşacaq. Davam edirəm. 5-ə baxıram. Sinifə yeni gələn şagird fərqli geyim tərzi və davranışı ilə seçilir. Qəbul sualıdır bu da. Bir qrup şagird onu lağa qoyur, istehza ilə qarşılayır. Bu vəziyyət həm yeni gələnin, həm də digər sinif şagirdlərinin psixoloji durumuna mənfi təsir edir. Sinifdəki bir qrup şagird bu məsələdən narahatdır, amma konkret nə edəcəklərini bilmirlər. Hansı situasiya şagirdlərdə problem həll etmə bacarığının formalaşdığını göstərir. Əziz müəllimlər, baxın, burada məsələ nədir? Gəlin birinci oxuyaq, təyin edək. Sinifə mədəni müxtəlifliyə uyğun bir situasiya var burada. Sinifə başqa bir tərzi olan, adət-ənənəsi olan şagird gəlir. Uşaqlar onu qəbul etmək istəmir və bu prosesdə ümumi sinif mühitinə təsir edir də. Çünki biri qəbul edir, biri qəbul etmir, ortada bir narazılıq yaradır. İndi deyir ki, hansı situasiyada siz şagirdlərin problem həll etmə qabiliyyətinin olduğunu görə bilərsiniz. Bir-bir təhlil etməliyik, ən uyğun cavabı götürməliyik. Şagirdlər əvvəlcə vəziyyəti müzakirə edir, problemin səbəbini müəyyənləşdirir, sinif saatı söhbəti təşkil edir və empatiya yaratmağa çalışırlar. A variantımız doğrudur, amma digər variantlara da baxaq, onların niyə səhv olduğunu deyək, ondan sonra gəlib A variantını götürək. Şagirdlər yeni gələnlə daha çox ünsiyyət qurmağa çalışır və digər şagirdlərə əhəmiyyət verməməsi üçün daim ona dəstək olurlar. Bu şagirdlərin ona dəstək olmasını göstərir, amma problemin həll olunmasını göstərmir. Yəni, bu problem həll etmə qərarı deyil. Şagirdlər sinif yoldaşlarının davranışını yanlış olduğunu onlara aydın şəkildə izah edir və bu hərəkətləri dayandırmağa çalışırlar. Bura qədər düzdür. Belə davam edəcəkləri təqdirdə əlaqəni kəsəcəklər. Bu artıq yanlış bir fikirdir. Yəni, C variantının əvvəli doğrudur, sonrası səhv oldu.
Narahat olan şagirdlər vəziyyətə müəllimin müdaxiləsini gözləyir, çünki onların müdaxiləsi vəziyyəti daha da çətinləşdirəcək. Axı mən yuxarıda şagirdin problemi həll etmə qabiliyyətini istədim, müəllimin yox. D variantı da səhvdir. Şagirdlər yeni gələnlə yaxınlıq qurur, onu fəaliyyətlərə cəlb edir və düşünürlər ki, zamanla digər şagirdlərin münasibəti dəyişəcək. Əziz müəllimlər, baxın, bu əslində düşünülməmiş bir addım olar. Gəlin biz bu şagirdlə dost olaq, onu fəaliyyətə cəlb edək, digər uşaqların münasibəti dəyişsin. Mənim məsələm bu uşaqlarla nə etməkdir? Yəni onu istəməyən uşaqlarla məsələni necə həll etməkdir? Ona görə də ən yaxşı, düzgün variantımız A variantıdır. Problemi onlarla danışarıq, səbəbini taparıq və empatiya yaratmağa çalışarıq. Deməli, növbəti sualımız 6-dır. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Cədvəldə ya sizdən uyğunluğu istəyəcək, ya da uyğunsuzluğu. Uyğunluq istəyirsə doğrudan elə düz olanı götürün, yanlışdan da elə səhv olanı götürün. Doğruda doğru varsa götürün, yoxdursa götürməyin. Yanlışda yanlış varsa götürürsünüz, yoxdursa götürmürsünüz. Bəzən müəllimlər elə bilir ki, mütləq bir dənə doğrudan götürmək lazımdır, bir dənə də yanlışdan. Bu səhv fikirdir. Diaqnostik qiymətləndirmə şagird üçün risk təşkil etmir, şagirdin güclü və zəif tərəflərini üzə çıxarmağa xidmət edir. Bəli, məktəbdaxili qiymətləndirmənin növü olan diaqnostik qiymətləndirmə şagird üçün risk təşkil etmir, qorxu yaratmır. O, şagirdin ilkin maraq və tələbatını və zəif güclü tərəflərini aşkara çıxartmaq üçün aparılır. Bir doğrudur. Avtomatik olaraq əgər bilirəmsə 100% doğrudur, 2 ilə başlayan cavabları çıxıram. Deməli, burada qaldı ya A variantı olacaq, ya da Y variantı. Diaqnostik qiymətləndirmənin nəticələrinin qeydiyyatı o qədər də vacib deyil. Çünki bu, rəsmi qiymətləndirmə deyil. Diaqnostik qiymətləndirmə rəsmi qiymətləndirmə hesab olunmasa da, onun nəticələrinin qeydiyyatının aparılması vacibdir. Rəsmi qiymətləndirmə ifadəsində biz nəyə görə işlədirik? Müəllimlər istifadə edirik. Baxın, summativə deyirik də rəsmi qiymətləndirmə. Ona görə rəsmidir ki, o jurnalda qeyd olunur. Jurnal da dövlətin sənədidir deyə biz ona rəsmi deyirik. Başa düşdünüz? Amma formativin də nəticələrini qeyd etmək lazımdır. Diaqnostikin də nəticələri qeyd olunmalıdır. Jurnal dövlətin sənədidir deyə orada da bir summativ yazılır deyə biz summativə deyirik ki, summativ rəsmidir. Yoxsa mən deyə bilmərəm, summativ rəsmidir, o qeyd olunur, o birlər olunmasa da olar. Yəni bu səhv anlayışdır, səhv fikirdir. Deməli, 2-ni variantlardan çıxardırıq. Qaldı 3. Diaqnostik qiymətləndirmə tədris planını şagirdlərin ehtiyaclarına uyğun tənzimləmək üçün yol göstərir. Baxın, 3 doğrudur. Doğru olduğuna görə 3-ü də variantdan çıxardıram. Çünki şagirdin ehtiyacını ödəmək üçün müəllim artıq bilir ki, nə etmək lazımdır. Diaqnostik qiymətləndirmənin əsas elementi qarşılıqlı və özünü qiymətləndirmənin təşkilidir. Yadda saxlayın, qarşılıqlı və özünü qiymətləndirmə formativ qiymətləndirmənin komponentidir. Diaqnostik qiymətləndirmənin yox. Deməli, bizim səhv fikrimiz hansı oldu? 1, 4. Y variantı. 7. Yanlış fikri müəyyən edin. Planlamaya aid bir sual mütləq sizin qarşınıza çıxacaq. Eləcə də planlama dərsini möhtəşəm şəkildə öyrənmək istəyirsinizsə, kanalda onun çox rahat və sadə izahı var, yararlana bilərsiniz. Səhv fikri istəyir bizdən. Planlama haqqında, planlama prosesində müasir yanaşma kimi geriyə planlamadan istifadə edirik. Bəli, doğrudur. Geriyə planlamada neçə əsas məsələ var? 3. Hansılardır? Təlim məqsədi, qiymətləndirmə və öyrənmə fəaliyyəti. Birinci, təlim məqsədi gəlir. Perspektiv planlama zamanı fənnin bir tədris ilinin sonu üçün nəzərdə tutulan təlim nəticələrinə istinad olunur. B variantı doğrudur. Perspektiv illik plandır. İllik planda bir ilin nəticələri öz əksini tapır. Gündəlik planda isə bir dərsin. Bəzən akademik dərs saatı deyirik, bəzən bir dərs deyirik, bəzən təlimin məqsədi kimi də ifadə edə bilirik. B variantı doğrudur. C variantı. Dərs zamanı məqsədlə uzlaşmayan fəaliyyətlərdən istifadə etmək olmaz. Çünki diferensiallığı təmin etmək üçün müəllim fəaliyyətləri məqsədə uyğun tənzimləməlidir. Bəli, amma imtahanda C variantının tərsi düşmüşdü ki, məqsədlə uzlaşmayan fəaliyyətlərdən istifadə etmək lazımdır. Mən bayaqları xüsusilə qeyd etdim ki, planlamada istər illikdə, istər gündəlikdə müəllimin birinci silahı
təlim nəticəsi olmalıdır. Ona görə biz heç vaxt bu təlim nəticəsindən kənara çıxa bilmərik müəllimlər. Bizim qiymətləndirməmiz də ona uyğun olmalıdır. Bizim fəaliyyətimiz də ona uyğun olmalıdır. C variantı doğrudur yəni. D variantına baxaq. Dərsin məqsədi mövzuya əsasən müəyyən olunur və daha sonra alt standart seçirik. Yox, biz birinci alt standartı seçirik, daha sonra məqsədi. Ona görə D variantı yanlışdır. Dərsin təlim nəticəsi əsasında müəllim meyarlar hazırlayır. Bəli, məqsədi reallaşdırmaq üçün, yoxlamaq üçün ki, şagird məqsədə çatdı, çatmadı, qiymətləndirmə meyarı hazırlayırıq. 8. İnteqrasiya. Mütləq bir sual sizin qarşınıza çıxacaq və düzdür, mən burada Azərbaycan dili fənnindən istifadə eləmişəm. Amma hər müəllimin öz fənninə uyğun çıxacaq inteqrasiya sualı. Məsələn, ona görə də müəllimlər mütləq, hər müəllim öz məzmun xəttini bilməlidir. Əgər istəyirsinizsə inteqrasiya sualına düzgün cavab verəsiniz, hər müəllim öz məzmun xəttini əzbərləsin. Biologiya öz fənnini bilsin, Azərbaycan dili müəllimi Azərbaycan dili ədəbiyyatının məzmun xəttlərini bilsin, ibtidai sinif müəllimləri ibtidai sinifdə tədris olunan 7 və ya 8 fən var. O fənlərin məzmun xəttlərini mütləq bilsinlər. Məsələn, informatika müəlliminə Azərbaycan dilindən sual düşməyəcək, informatikadan düşəcək. Azərbaycan dil dərsində natiqlik məharəti mövzusunu keçən müəllim şagirdlərə sosial şəbəkədə rast gəlinən dil pozuntularını araşdırmağı, mədəni yazışma qaydaları haqqında təqdimat hazırlamağı tapşırıq verir. Verilmiş situasiyada inteqrasiyanın hansı növündən istifadə olunmuşdur? Gəlin baxaq. Söhbət Azərbaycan dil dərsindən gedirsə, mən tez Azərbaycan dilinin məzmun xəttlərini yada salmalıyam. Dinləyib anlama, oxuyub anlama, yazı, dil qaydaları. 4 məzmun xəttimiz var Azərbaycan dilində. İndi müəllim nə etdi? Müəllim şagirdlərə dedi ki, sosial şəbəkədə dil pozuntularını aşkarla, araşdır. Araşdıran zaman biz nə edirik? Oxuyuruq da, araşdırırıq da, düzdür. Müəyyən mövzulara baxırıq, oxuyuruq, araşdırırıq. Mənim ikinci məzmun xəttimdən istifadə olundu. Təqdimat hazırlayacağım. Bu təqdimat hazırlayanda da mən yazıdan istifadə edəcəm. Deməli, mənim 4-cü məzmun xəttimdən də istifadə olundu. Əgər Azərbaycan dilinin 2 məzmun xəttindən istifadə etdimsə, bu olacaq fən daxili, üfüqi inteqrasiya. Çünki 2 məzmun xəttindən istifadə etmək üfüqi inteqrasiyaya aiddir. Bu haqda bizim bu yaxınlarda çox maraqlı bir dərsimiz olacaq. Mütləq o dərsi izləyin. Yeni qaydalarla fən kurikulumlarının izahı olacaq. Onda daha ətraflı şəkildə üfüqi inteqrasiyanın nə olduğu, şaquli inteqrasiyanın nə olduğu, fənüstü inteqrasiya nədir və s. bunların hamısı haqqında sizə məlumat verəcəm. Amma hələlik yadda saxlayın ki, bir fəndə 2 məzmun xəttindən istifadə olunursa, yəni həmin fənnin 2 məzmun xətti götürülübsə, bu fən daxili üfüqi inteqrasiyadır. Və daha sonra baxırıq, şagird sosial şəbəkədə araşdırma aparır. Sosial şəbəkədə araşdırma aparmaq artıq informatikadan da istifadə etmək lazımdır. Yəni, burada şagird həm də informatika fənnindən istifadə etmiş oldu. 2 fən var, bir də fən daxili üfüqi inteqrasiya var. İndi baxaq variantlarımızda 2 fəndən istifadə olunursa, bu fənlər arası inteqrasiyadır. 2 məzmun xətti varsa, bu da üfüqi inteqrasiyaya aiddir. Bəs nəyə görə fənüstü inteqrasiya yoxdur? Əziz müəllimlər, artıq fənüstü inteqrasiyada biz şagirdlərin real həyatda hər hansı bir bacarığa yiyələndiyi və bu real həyatda yiyələnəcəyi bacarıq bir fəndən yox, bəlkə orada bir neçə fənn olmalıdır. Real bir situasiya şagird təqdim etməlidir. Sonda bir maket, bir məhsul təqdim etməlidir. Problemi həll etmək üçün şagirdin bir yolu olmalıdır. Burada isə adi şagird təqdimat hazırlayır. Ona görə artıq belə suallar fənüstü inteqrasiya götürülməyəcək. Davam edirəm 9-cu sual. Deməli, 9-cu sual da keçən il qəbula düşmüş suallardan biridir. Hansı fəaliyyət şagirddə maliyyə savadlılığını inkişaf etdirmir? Bəzi seansda maliyyə savadlılığı düşmüşdür, bəzi seansda informasiya savadı. Maliyyə savadı deyəndə sizin ağlınıza gəlsin ki, burada biz şagirdə qənaət, israf, bax bu anlayışları öyrədirik, necə istifadə etmək lazımdır, habelə milli valyutalara necə hörmət etmək lazımdır, bunları şagirdə öyrədirik. Baxaq indi A variantına. Şagirdlər alış-veriş zamanı endirim faizlərini hesablayır və real qiymət dəyişməsini müəyyənləşdirirlər. Bəli, bax, endirim faizlərini hesablayırlar və real qiyməti hesablayırlar. Burada maliyyə var.
Məktəb üçün sinif gəzintisi təşkil olunacaq. Bunun üçün yenə də büdcə hazırlayırlar. Burada da maliyyə savadı var. Şagirdlər müxtəlif bank kreditlərinin şərtini araşdırır, faiz dərəcələrini müqayisə edir, ən sərfəli variantı əsaslandırırlar. Burada da maliyyə var. Şagirdlər pulun tarixi inkişafı haqqında təqdimat hazırlayır. Qədim dövrdə istifadə olunan pul vahidlərini müəyyən edir. Burada maliyyə varmı? Burada maliyyə yoxdur. Burada nə var? İnformasiya var. Pul haqqında informasiya topladım. Amma maliyyə nədir? Maliyyə şagirdin puldan düzgün istifadə etməsi, qənaət və xərc anlayışlarını, israf anlayışlarının şagirdə öyrədilməsidir. Deməli, bizim səhv variantımız hansı olacaq? D variantı. Davam edirəm. Bu bizim sonuncu sualımızdır. Dəyərli sertifikasiya müəllimlərimiz, bu izahı hər kəslə paylaşın, hər kəs yararlansın. Rəylər bölməsində öz fikirlərinizi qeyd edin. Hansı istiqamətdə sualların olmasını istəyirsiniz, onu da bizim üçün qeyd edə bilərsiniz. Sizin fikirləriniz bizim üçün dəyərlidir. Tənqidlərinizə və təşriflərinizə hər zaman açığıq. Ona görə də videonu bəyənin, paylaşın ki, hər kəsin məlumatı olsun, hər kəs imtahana hazırlaşa bilsin. Hansı situasiya şagirdin inkişafını təmin etmir? Gəlin baxaq. Müəllim şagirdin məktəbdəki davranış vəziyyətini daha doğru dəyərləndirmək üçün həmin şagirdə dərs keçən digər müəllimlərlə müzakirə aparır. Bu doğrudur. Onun intellektini öyrənərəm başqa müəllimlərlə, fən müəllimləri ilə birlikdə və ona uyğun strategiyalardan istifadə edərəm. Müəllim mövzuya uyğun bir neçə nümunə tapşırıq təqdim edir. Şagirdlər həmin nümunələr üzərində işlədikdən sonra müəllim ümumi nəticəni özü formalaşdıraraq şagirdlərin öyrənməsini təmin edir. Əgər bir müəllim şagirdin öyrənməsini özü ümumiləşdirəcəksə, deməli o müəllim şagirdin inkişafını təmin etməyəcək. Yadda saxlayın. Şagird nəticəyə axı özü gəlməlidir. Burada nəticəyə müəllim gəldi. Müəllim üçün önəmli olan nədir? Şagirdin nəticəyə gəlməsi, onun nəticəyə gəlməsi yox. Deməli, B variantı burada bizim səhv variantımız oldu. Amma digər variantlar, məsələn, şagirdə nümunələr göstərmək, diferensial tapşırıqlar təqdim etmək, daha sonra bir neçə nümunə üzərində şagirdin işləməsini təmin etmək, müxtəlif hazırlıq səviyyəsində olan uşaqlara müxtəlif tapşırıqlara vermək, bunlar hamısı həm diferensiyanı təmin edir, həm də şagirdin inkişafını təmin etmiş olur. Dəyərli müəllimlər, 10 sualdan ibarət olan sınavımız bitdi. Növbəti sınavlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.